Bir hədis çıxmışdı qabağıma, qeyd eləmişdim neçə vaxtı, fürsət axtardım, danışım, deyim hədisinizsə. Deyir, bilirsiniz də şeytan belə deyə də insana hücum çəkər də, vəsvəsə eləyər. Bir şeytan da var, deyir, çox güclü və qüdrətlidir. Onun işi bilirsiniz nədir? Gecə namazına mane olmaqdır, gecə vaxtı. Çox güclüdür. Belə deyə, yaxşı vəsvəsə eləməyi bacarır və əlindən gələni əsirgəmir. Niyə? Bizi gecə namazından məhrum eləsin. Ümumiyyətlə, gecə namazı, müstəhəbbi ibadətlər, vacibi ibadətlərin qalasıdır. Bax, sən əgər gecə namazına qalxson, qılsın. İndi şeytan ki, vəsvəsə elədi, bir gün sən aldatdı, vəsvəsə, tənbəllik. Heç olmasa sənin əlindən gecə çıxar, sübh namazın qorunub qalar. Sən gecə qılmasan, şeytan gücün tökəcək sübhə. Sən gecəni qılanda o fikirləşir, neynim onu gecənin əlindən alım? Müstəhəbbi necə əlindən alım? Çünki deyib, mən bunu vacibi, bunu əlindən almaq üçün bir müstəhəbbi ilə vuruşmalıyam. O gücün səfərbər eləyəcək müstəhəbbiyə. Sənin müstəhəbbə əməlin yoxdur, elə o adamlar olur. Namazımı qılıram, qutardı, getdi. Sən bu müstəhəbbi ibadətlər qalası ilə vacibi ibadətlərdən ibarət olan o şəhəri hasarla, bağla ki, şeytan hücum eləmək istəyəndə oradan gələcək.